Ay oğraş İlham Əliyev, sən nə vaxta qədər kasıb cəmaatın cibinə girəcəksən, ha? Sən nə vaxta qədər kasıb cəmaatın cibindən son qəpiklərini oğurlayacaqsan? Ay binamus. Bax görürsüz 4 manat 22 qəpik, indi 10 manatda vurub gəlmişəm. Səkkiz manat 29 qəpik. Gördünüz nə qədər çıxdılar? Bu indi oğru hakimiyyət deyil, nədir bəs? Oğru hökumət deyil, nədir bəs? Mən necə fəxr eləyim ki, mən Azərbaycanlıyam? O bir nəfər demişdi, Azərbaycan 20% yox, 100% işğal olunub. Bax görürsüz. Görürsüz, məndən niyə tutmalısan sən? Ay Azər işıq. Kim durub bunun başında? Deməli məndən pul oğurlar, vətəndaşdan pul oğurlar. Get Qarabağ tiknəm, xaricdə məktəb tik, sonra da gəl vətəndaşa denən ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Belə şey olur. Nə qədər İlham Əliyev bu hakimiyyətdədir, qardaş, heç nə düzəlməyəcək. Mən sizə dəqiq deyirəm, bunu bilin. Bilirsiniz niyə düzəlməyəcək? Çünki vecinə deyir, xalq olaraq heç kimin vecinə deyil. Da, bizim nəbizimizi elə bil yoxlayırlar. Görüm elə bu xalq ölüb, yoxsa qalıb. Qardaş, diri olsaydı bu xalq belə eləməzdiniz. Ölüb ki, öldürmüşsünüz daha doğrusu, ona görə də istədiyinizi eləyirsiniz. Gözünüzün qabağında vurdum 10 manat. Gördünüzmü? Yarıbayarı tutdular. Allah bunların evini yıxsın. Bu oğru hakimiyyətdir. Doğrudan oğru hakimiyyətdir. Bu nədir? Məndən niyə oğurluq eləməlisən? Durub indi hesabat verəcək, nə abonet borcudur, nə limitdir, nədir? Qardaş, oğrusan da, mədəni oğru. Vsyo.